Gördüyünüz kimi ətəyini köklədim belə. İndi isə maşınkaya vururuq. Orijinal ətək iki cürə tikilir. Biri var overlocklanır, overlocku içəridə qalır. Burada isə parça nailiyyəti olduğu üçün mən bu əlavə tikişi bu içəri salıram. Bu daha çox mənim xoşuma gəlir, amma çox təəssüf ki, parça qalın olanda istədiyim effekti ala bilmirəm. Artıq tikdiyim ətəyim görürsünüz. İndi ütüləyəcəyik. Bunu belə bu hissənin içinə qoyub və bu formada. Belə ütü vuracağıq. Həmişə bu iç tərəfdə olmalıdır ütü vuranda da. Ütü ilə oturtmaq lazımdır ki, tikişi. Sonra tikəndə bizə maneçilik törətməsin. Gördünüz, ütülədik, oturdu tikişlər yerinə. Sonra yenidən bu hissəni belə qatlayıb, kökləyib bu üst tikişdən tikəcəyik. Kimi bu iç tərəfdə qalır, belə qoyub köklüyürük. Bunu yenə deyirəm, nazik parçalarda etmək bu üsulu daha yaxşıdır. Çünki qalın parçada maşınka problem yaşana bilər. Bir də burada tikiş, biz bunun tikişini üstdən vurduğumuza görə bu tikiş, bu tikişi belə üstünə çıxmalıdır. Rahat tikilsin deyə. Bu formada köklüyürük. Bu qalın yerini azca su ilə ısladıb döyəcləyirik ki, yumşalsın, tikəndə problem yaşamayaq. Daha rahat tiksin deyə maşınka. Həm iç tərəfdən, həm də çöl tərəfdən ısladıb belə döyəcləyirik. Yenə deyirəm, üstdən tikirik, çünki üstdə tikişlərin izi qaldığı üçün eynən o tikişlərin üstündən getməliyik. Nəticə mən çox bəyəndim. Bəs siz necə? İnşallah müştəri də razı qalar.